Akıl Bakdadı kanalında size hoş geldik. Bismillahirrahmanirrahim. Gecə hekayəsi. Danışan sizin Kövsər bacınız. Bu axşamın hekayəsi Balaca Gülnarın arzusu. Gülnar ailənin ən balaca üzvüdür. Onun özündən böyük bir bacısı və bir qardaşı vardı. Onlar həmişə Gülnara deyirdilər: "Sən hələ çox balacasan, bunu edə bilməzsən, onu edə bilməzsən, ora gedə bilməzsən, bura gedə bilməzsən." Gülnarın bu sözlərdən heç xoşu gəlmirdi. Balaca olmaq onu sevindirmirdi. Çünki istədiyi şeyləri edə bilmirdi. Bu günlərdə Gülnar xüsusilə narahat idi. Çünki bacısı və qardaşı məktəbə getməyə hazırlaşırdılar. Onlara yeni çanta, gözəl dəftərlər və qəşəng məktəb geyimləri almışdılar. Gülnar da istəyirdi məktəbə getsin. "Mən də çanta istəyirəm. Mən də kitab və qələm istəyirəm. Mən də məktəbə getmək istəyirəm." Amma hər dəfə bunu deyəndə hamı eyni şeyi deyirdi: "Sən hələ çox balacasan." Gülnar bu cavablardan çox yorulmuşdu. Sentyabrın 15-i bacısı və qardaşı sevinc içində məktəbə getdilər. Gülnar isə evdə tək qaldı. O çox kədərləndi. O bütün günü nə edəcəyini bilmirdi. Heç kimlə danışmadı, heç kimə gülümsəmədi. Axşam bacısı və qardaşı qayıdanda gülə-gülə dedilər: "Salam, biz qayıtdıq." Amma Gülnar cavab vermədi. Anası onlardan məktəb haqqında soruşdu. Amma Gülnar heç nə soruşmadı. O hamıdan küsmüşdü. Bütün gün danışmadı və hər kəs onun nəyə görə kədərləndiyini başa düşdü. Bacısı onun qəlbini ələ almaq istəyib dedi: "Kitabımdakı şəkillərə baxmaq istəyirsən?" Qardaşı dedi: "Mənim dəftərimdə şəkil çəkmək istəyirsən?" Gülnar birdən ağlamağa başladı. O bütün fikirlərini dedi. "Mən çox balacayam və məktəbə gedə bilmirəm. Mənim çantam, kitabım, dəftərim yoxdur. Mən də sizinlə birlikdə məktəbə getmək istəyirəm. Siz məktəbdə olanda mən çox darıxdım. Ona görə hamıya küsmüşəm." Ailəsi Gülnarın kədərli olmasını istəmirdi. Amma o hələ məktəbə gedə bilməzdi. Səhəri gün Gülnar yenə evdə tək qaldı. O, bacısı və qardaşının məktəbdə nə etdiyini düşünürdü. Birdən qapının zəngi güclü səslə çalındı. Sanki birisi düyməni buraxmamışdı. Anası qapını açmağa qaçdı. Bacısı içəri qaçaraq qışqırdı: "Bir xəbərim var, çox gözəl bir xəbərim var." Gülnar təəccüblə bacısına baxdı. Bacısı sevinc içində dedi: "Bizim məktəbdə hazırlıq sinfi açılıb. Müdir dedi ki, əgər balaca qardaş və ya bacımız varsa ora gedə bilər." Gülnar buna inana bilmirdi. "Mən də məktəbə gedəcəm. Bəs hazırlıq sinfi nədir?" Bacısı izah etdi. "Gələn illərdə məktəbə başlayacaq uşaqlar üçün xüsusi dərslərdir. Onlar orada oxumağa, yazmağa və məktəbə öyrəşirlər." Gülnar məyus halda dedi: "Amma mənim çantam yoxdur. Dəftərim, məktəb formam da yoxdur." Anası gülümsəyərək dedi: "Narahat olma. Bu gün axşam birlikdə gedib sənə hər şeyi alarıq."
Gülnar sevincindən bacısını qucaqladı. Sən dünyanın ən yaxşı bacısısan. Bacısı da onu öpüb dedi. Sən də dünyanın ən yaxşı balaca bacısısan. Bəli, əziz balalar, bugünkü nağılımız bu qədər. Dinlədiyinizə görə sizlərə minnətdaram. Nağılımızı bəyəndinizmi? Elə isə bu nağılımıza da aid şəkil çəkib bizə göndərməyi unutmayın. İndi isə yatmaq vaxtıdır. Gecəniz xeyrə qalsın. Yuxunuz şirin olsun. Əziz gül balalar.